Qədim yaşayış məskəni Gədəbəy. Heyrətamiz gözəlliyə malik kainatın bir parçası olan Gədəbəy, paytaxt Bakıdan 444 kilometr məsafədə yerləşir. O, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən rayonlarından biridir. Gədəbəyi təbiətinə və mövqeyinə görə bəzən Azərbaycanın İsveçrəsi adlandırırlar. Bu bölgə coğrafi relyefinə görə qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözünü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan, gədə, bəy mənası ilə əlaqələndirirlər. Bundan başqa, gədə sözünü qədim türkçədəki gədə, keşikçi və bək, təpə sözünü ayıraraq gözətçi təpəsi kimi də qeyd edirlər. Başqa bir ehtimala görə isə Dədəbəy sözü deformasiya uğrayaraq Gədəbəyə çevrilib. Gədəbəyin adı çəkilində ilk yada düşən gözəl yaylaqlar, hündür dağlar, çaylar, landşafı göz oxşayan mənzərələr olur. Bu təbiət təsvirinin içərisində şəlalələrin xüsusi yeri var. Hər bölgənin bir gözəli var. Gədəbəyin isə gözəllərin sayı bir neçə dənədir. Onlardan biri də şəhərin mərkəzindən 2 kilometr aralıda yerləşən, adı kimi özü də fərqli olan Şırşır şəlaləsidir. Deyilənə görə başının üstündə daim şahinlər uçuşan bu şəlalə həm də gənclərin ilk görüş yeridir. Gədəbəyə gələndə bu gözəli görmək fürsətini qətiyyən qaçırın. Göz qamaşdıran günəş şüalarının altında şəlalənin mənzərəsini seyr eləmək insana zövq verir. Gədəbəyin mərkəzində yerləşən bu şəlalə ağaçların və qayaların arasında gizlənib. Siz onu şırşır səsi ilə rahat tapa biləcəksiniz. Gədəbəy rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Haqlı olaraq onu açıq səma altında muzeyə də bənzədirlər. Gədəbəy bir çox tarixi məqamları özündə yaşadan Alban və Alman tarixi izlərinin qovuşduğu məkandır. Bu isə təsadüfi deyil. Çünki Gədəbəyin dünənində Alman tarixinin incə bir xətlə izlənmiş parçası var. Gədəbəydə sakinlər biz qızıl üstə yatırıq deyəndə bilin ki, bu həqiqətdir. Burada yerin üstü də, altı da xəzinədir. Məşhur Siemens qardaşları da bu bölgədə uzun illər mis və qızıl çıxarılması, həmçinin emalı işinə baxdılar. 1883-cü ildə Qalakənddə Çar Rusiyası ərazisində ilk su elektrik stansiyası tikilib. Elə o vaxtdan da Gədəbəydə elektrik işığından istifadə eləməyə başlayıblar. 1883-cü ildə Cənubi Qafqazda ilk dəmir yolu da məhz Gədəbəydə çəkilib. Həmin dəmir yolunun keçdiyi körpülər indi 19-cu əsrin arxitektura abidəsi kimi qorunmaqdadır. olan kimi mütləq bu şansı dəyərləndirin. Kənd turizmin inkişaf etdirilməsində Gədəbəyin bir çox kəndləri, o cümlədən Slavyanka, İvanovka və Novosaratovka kəndləri xüsusilə fərqlənir. Slavyanka kəndi Gədəbəyin ən çox turist qəbul edən kəndlərindəndir. Kurort ərazisi hesab edilən bu kəndə hər il minlərlə ailə üz tutur.
və bütün yayı burada əla dincəlir. Burada yayda temperatur maksimum 20 dərəcə isti göstərir. Rus nağıllarını xatırladan Slavyankanı cəlb edici eləyən daha bir səbəb isə səfalı yerdə yerləşməsi və müalicəvi suyu ilə tanınan bir neçə bulaqların olmasıdır. Təbii müalicəvi bitkilərlə zəngin Gədəbəydə mineral sulu bulaqların sayı kifayət qədər çoxdur. Bir çoxu da adı ilə məşhurdur. Narzan, turş su, mormor. Müalicə sağlamlıq üçün yararlı olan bu bulaqları yerli cəmaət can dərmanı adlandırır. Ona görə də deyirlər ki, Gədəbəy tək havasına görə yox, həm də qaynayan bulaqlarına görə uzun ömürlülər diyarıdır. Gədəbəydə qədim tarixi, təmiz dağ havası və şəfalı bulaqları ilə öyünən kəndlərdən biri də Novosaratovkadır. O, əsasən Malakanların məskunlaşdığı 3 kənddən biridir. Çar Rusiyası 190 il əvvəl bir qrup Malakanları və Rusları bu bölgəyə sürgün edir. Bu kəndin maraqlı məqamlarından biri isə kənd sakinlərindən olan Nikolay Bıçkovun öz evində yaratdığı muzeydir. Təkrarsız gözəlliyə malik belə bir gözəl diyarı tək şəkillərdə görmək heyifdir. Heç bir təsvir burada görüb duyacaqlarınızın nə ətrini, nə havasını, nə də yaraşığını sizə olduğu qədər ötürə bilməz. Görüntülər, mənzərələr gözünüzü oxşaya bilər, amma ruhunuzu yox. Gözəl təbiəti, təmiz havası, suyu, saf insanları, dadlı, ləzzətli mətbəxi ilə bura gələn hər kəsi ofsunlayan Azərbaycanın qədim yaşayış məskəni Gədəbəyin seyrinə çıxmışdıq. Burada biz çox şey öyrəndik, çox kəşflər elədik. Amma yenə də bilmədiyimiz nələrsə qaldı. Ona görə ki, Gədəbəyə bir yox, bir neçə dəfə gəlmək lazımdır. Çünki Qafqaz Sıra dağlarının qoynunda yerləşən Gədəbəy tək gözəl yer deyil. O həm də Aşıqlar ocağıdır. Gəzməli yerdir. Təbiət gözəlidir. Alimlər yurdudur. Elmin beşiyidir. Tolerant rayon. Dağda cənnətdir. Saf insanlardır. Tanrı səxavətini Gədəbəydən əsirgəməyib, bütün gözəllikləri ona bəxş edib. Bunu yerli sakinlər deyir. Biz də gəldik, gördük və buna əmin olduq. Dünyanın bir çox gözəlliklərini Gədəbəydə tapa bilərsiniz. Bir də əmin olun ki, buradan gedəndə bolluca şəkillərlə gedəcəksiniz və hər dəfə o şəkillərə baxanda xoş emosiyalar yaşayacaqsınız. Gədəbəydən ayrılmaq, sevdiyin adamdan ayrılmaq qədər çətindir. Bir sözlə, emosiyalarınıza, hisslərinizə bayram yaşatmaq istəyirsinizsə, o zaman Gədəbəyə gəlin. Gəlin, görün, tanıyın və onu kəşf edin.